Salam, hörmətli həmkarlar, hər birinizi xoş gördük. Artıq tədris ilinin 5-ci həftəsi də başa çatdı. Və sizinlə bugün bir məlumat paylaşmaq istəyirəm. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi növbəti məktəb direktoru və direktorlarının, belə deyək, direktorların işə qəbulunu elan eləyir. Noyabrın 11-dən sənəd qəbulu başlayır, yeni qaydalara uyğun olaraq. Bildiyiniz kimi bizdə yeni qaydalara uyğun olaraq hazırlıqlar var. Əlaqə saxlamaq istəyənlər 050 672 59 11 nömrəsi ilə əlaqə saxlasın. Və bugün paylaşdığım bir yazının altında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi Mətbuat Xidməti yazıb ki, Eşqi Bağırov işdədir. Və mən də xahiş elədim ki, əgər doğrudan da işinin başındadırsa, ona 7 sual göndərdim və istədim ki, həmin sualları Eşqi Bağırova çatdırsınlar. Buradan da onları səsləndirirəm. Əgər Eşqi Bağırov doğrudan da işinin başındadırsa, ölkənin ümumi təhsil məktəblərində dərsliklər hələ verilməyib. Bəzilərində elə şagirdlər var, tam verilməyib. Elə şagirdlər var, qismən verilməyib. Bu problem Bakı məktəblərində də var, region məktəblərində də var. Hələ də məktəblərdə müəllim çatışmamazlığı var. Bu problem Bakı məktəblərində də var, region məktəblərində də var. Hələ də tədris prosesini təşkil etmək mümkün olmayıb. Eyni zamanda dərs cədvəlini qurmaq olmur, çünki müəllim yoxdur, vakantdır, bilinmir necə olacaq. Yüzlərlə məktəblərimizdə bu problem var. Və eyni zamanda ölkə üzrə hər 6 məktəbin direktoru, hər 4 məktəbin müavin əvəzçiliyi iləndir və yaxud da həvalədədir. Regional təhsil idarələrinin müdirləri özlərini firon kimi aparırlar. Kim nə istəyir onu eləyir. Yəni əgər Eşqi Bağırov varsa da ortada, bəlkə də şəklin qoyublar otağında. Yəni yox kimi bir şeydir. Reallıq odur ki, Emin Əmrullayevlə Elnur Əliyev ölkə təhsilini təmiz xaosa sürükləyiblər. Və Emin Əmrullayevin də çıxışlarını siz görürsünüz. Biz belə düşünürük. Biz elə düşünürük. Biz belə fikirləşirik. Adama deyən yoxdur ki, orada da yığıblar, ancaq onun səsini dinləyən də, yəni tənqidi məqala verən saytları, demək, o brifinqlərə çağırmırlar. Məlum məsələdir, nəyə görə çağırmırlar. Məsələ ondadır ki, burada o biz dedikləri kimdir? Və Emin Əmrullayevə başa salan yoxdur ki, və yaxud da Emin Əmrullayev başa düşmür ki, Azərbaycan Respublikası hüquqi dövlətdir. Sizlə, bizlə, biz belə istəyirik anlayışı ilə təhsil sistemi idarə oluna bilməz. Təhsil sistemi qanunlar, qaydalar üzrə sistemli şəkildə idarə olunan bir prosesdir. Və başqa bir məsələni də sizdən bölüşmək istəyirəm. Bir-iki gündən öncə Biləsuvar rayonunun Amankənd məktəbinin direktoru Anar İmanov adlı bir direktor baş verən özbaşınalıq, rüşvətxorluq, rotasiya fırıldaqları və s. digər məsələlərlə bağlı açıq şəkildə ölkə prezidentinə müraciət elədi və ölkə rəhbərliyinə müraciət elədi ki, təhsil sistemində bu kimi iyrənc məsələlər var. Və bu Azərbaycan tarixində bəlkə də ilkidir ki, direktorlar da dözə bilmirlər və direktor açıq şəkildə öz səhifəsindən yayım etdi və nəticədə bugün elan olundu ki, həmin direktor işdən çıxarıldı. Etik davranış qaydalarını pozduğuna görə sən demə, hər hansı bir vətəndaşın, hər hansı bir məmurun ölkə rəhbərinə müraciət etməsi etik davranış qaydalarının pozulması deməkmiş. Bax belə, hələ ki Emin Əmrullayev və Elnur Əliyev cütlüyü ölkə təhsilində nə istəyirlər onu eləyirlər. Təmiz bazara döndəriblər və hələ ki
bu qara dövr davam edir. Düşünürəm ki, yəqin ki, dövlətin ayrı-ayrı bölmələri, struktur qurumları, hakimiyyət orqanları bu iki nəfərin Azərbaycan təhsilində törətdiyi xaos və Azərbaycan təhsilini dağıtmaq üçün etdiyi bütün addımları bir gün araşdıracaqlar, o gün uzaqda deyil. Və Emin Əmrullayev, Elnur Əliyev layiqli cəzalarını alacaqlar. Belə videonu paylaşmağı unutmayın. Hazırlaşmaq istəyənlər də dediyim kimi 050 672 59 11 nömrəsindən əlaqə saxlaya bilər.